Azərbaycan Aşıqlar Birliyində isə saz kursu fəaliyyətə başlayıb. Son zamanlar yeniyetmə və gənclər arasında aşıq sənətinə marağın xeyli dərəcədə artması belə bir kursun yaradılmasını zəruri edib. Qısa müddətdə açılmasına baxmayaraq 20-yə yaxın həvəskar saz sənətinin sirlərinə yiyələnmək üçün Aşıqlar Birliyinə müraciət edib. Onlar burada ifaçılıqla yanaşı nəzəri biliklər əldə edir, klassik ustad aşıqlarımızın həyat və yaradıcılıqları haqqında ətraflı məlumat alırlar. Kursda yaş məhdudiyyəti yoxdur. 3-cü aydır ki, Aşıqlar Birliyində ödənişsiz olaraq aşıq sənəti kursunu açmışıq. Burada yeganə məqsəd ondan ibarətdir ki, bizim cavanlarımıza, bizim gənclərimizə, yeniyetmələrimizə aşıq sənətinin sirlərini öyrətməyə, bu sənətin sözün əsl mənasında istər həm ifaçılıq baxımından, istər də həm də nəzəri baxımından cavanlarımıza qeyd etdiyim kimi gənclərimizə bunu aşılamaqdır. Saz kursları həftədə bir dəfə təşkil olunur. Yaşı minilliklərlə ölçülən saz, söz, aşıq sənətinə gənclərin marağı nəzərə alınaraq yaxın gələcəkdə dərs günlərinin sayı artırılacaq. Günel Əkbərova, İlgün Bayramlı, Xəbərlər.